Salam, mən Əhmədov Turan, Şəmkir təsərrüfatının aparıcı aqronomu. Bugün Şəmkir təsərrüfatındayıq. Arxamızda olan sahə şəkər çuğunduru sahəsidir. Məhsulun adı Teranovadır. Ümumiyyətlə şəkər çuğunduru dərin becərilmiş və yaxşı havalanmış torpaqlarda daha yaxşı inkişaf edir. Torpağın strukturu və pH səviyyəsi bitkinin kök sisteminin sağlam formalaşmasına təsir edir. Vegetasiya müddətində düzgün suvarma rejimi, balanslı qidalanma, alaq otlarına qarşı vaxtında mübarizə, xəstəlik və zərərvericilərə qarşı təmayüdü olaraq mübarizənin aparılması həm məhsulun keyfiyyətini, həm də şəkərliyin artırılmasına təsir edir. Ümumiyyətlə, yarpaqların qorunması çox vacib amildir. Zədələnmiş yarpaqlar enerji itirir və burada bitkinin şəkər toplanması zəifləyir. Bitkinin vegetasiya müddətində balanslı qidalanma və düzgün aqrotexniki qulluqlar aparılması məhsulun həm keyfiyyətini, həm də şəkərliyini artırır. Şəkər çuğunduru yığım prosesi gecikməli deyil. Gecikmiş yığım həm bitkinin keyfiyyətini, həm də şəkərliyini aşağı salır. Yığım zamanı kök yumruları zədələnməməlidir, yarpaqlar tam şəkildə götürülməlidir, kökün baş hissəsi zədə görməli deyil.